Bu dərsimizdə Sketch'də olan bəzi alətlərdən daha geniş istifadə qaydalarını göstərəcəm sizə. Əvvəlcə line ilə başlayaq. Line'in yanına klik elədiyiniz zaman bu şəkildə 3 fərqli line çıxır qarşınıza. İlk seçeneği görmüşdük. Center line və midpoint line'ı görməmişdik. Midpoint line ilə başlayaq. Midpoint line'a klik elədiyim zaman midpoint line nədir? Tam ortasından line'ımızı başladır. Sola sağa doğru veya yukarı aşağı doğru eyni miktarda getməsini təmin edir. Məsələn, origin'a klik elədiyim zaman sola doğru getdiyim zaman sağa doğru da eyni miktarda gedir veya yukarı aşağı doğru bu şəkildə çəkimi təmin edə bilir. Bu bizim nə işimizə yarayır? Məsələn, hər hansısa belə bir figur çəkdiyiniz zaman və bu line'ın tam ortası origin'da olmağını istəyirsinizsə, bu şəkildə midpoint line'dan istifadə edib bu hissəni çəkib, daha sonra buralarda çəkib tamamlayabilirsiniz modelinizi. Veya bunu necə eləyə bilərik? Midpoint line'ı bilmiriksə, yadınızdasa sizə deyirdim əlaqələr verməni. Bir line'ın ən az 3 fərqli nöqtəsi olur. Başlanğıc, son və orta nöqtəsi. Orta nöqtəsi isə yaxınlaşdığınız zaman midpoint olaraq qarşınıza çıxır bu şəkildə. Bu midpoint'e klik ettiğiniz zaman ve kontrolü basıp saxlayıb origin'a klik elədiyiniz zaman bu şəkildə yine pəncərə çıxırdı qarşınıza. Burada biz vertikallıq verirdik, horizontallıq verirdik. Burada isə diğer bir seçenek constant ilişkisi olacaq. Yəni bir-biri üzerine getirir, düşürür, belə deyək. Məsələn, constant'a klik elədiyimiz zaman bu line'la bu gördüğünüz origin birləşir və bu şəkildə tam mərkəzinə gətirir qoyur. Ctrl Z eləyirəm. Bunun daha kısa yolu nədir? Onu göstərib. Məsələn, bu centerin tam mərkəzinə origin'a qoymaq istəyirəm. Ctrl-ı basıb saxlayıb origin'a klik eləyirəm və bu şəkildə kiçik bir pəncərə açılır. Bu pəncərədən də istədiyiniz kimi əlaqə verə bilərsiniz. Buradan uzaqlaşdığınız zaman biraz yavaş-yavaş kölgələnməyə başlayır bu pəncərə. Yaxınlaşdığınız zaman yenidən geri gəlir. Tamamilə uzaqlaşsanız artıq gedir və bir daha gəlmir. Təzədən bunları seçməniz lazımdır ki, bu iki pointi seçməniz lazımdır ki, gəlsin. Seçirəm və uzaqlaşmıram. Burada istədiyim kimi əlaqə verə bilirəm. Constant ilişkisi verirəm. Bu şəkildə tamamlaya bilirəm. Yenə biraz daha kısa yolu bildiğiniz kimi hər hansısa bir modelimizin nöqtəsindən tutub hərəkət elətdirə bildik. Məsələn, çevrədən tutub hərəkət elətdirməyə çalışsaq, hərəkət olmur. İlla gəlib pointdən tutub bu şəkildə hərəkət elətdirməliyik. Burada da eyni ilə, məsələn, buradan yuxarı aşağı gedir, amma bu nöqtədən tutduğumuz zaman istədiyimiz kimi hərəkət elətdirə bildik. O zaman nə edirik? Gəlirik, tam mərkəzini tuturuq bu şəkildə, gətiririk. Burada gördüğünüz origin'ın üzerine koyuruq və sarı şəkildə constant ilişkisi avtomatik olaraq çıxır. Əgər buraxsaq bu ilişkini verəcək. Buraxırıq və bu şəkildə constant ilişkisini avtomatik olaraq verir. Fərqli çevrələrimiz ola bilər və bu şəkildə gətirib çevrələr qoyub tez-tez ilişki verə bilərik. Daha sonra line'larda ikinci bir seçenəyimiz center line olacaq. Center line 3D modelləməyə keçdiyimiz zaman istifadə etmədiyimiz line'lar olur. Yəni bunların 3D modelləməsi çıxmır. O zaman nə üçün istifadə edirik? Yəni 3D modelləməsini biraz daha geniş izah etsəm, məsələn, belə bir model çəkmişiksə, bunu 3D modelə keçirməyimiz imkansızdır. İçərisində dolu kontur belə olsa, çünki center line'lar 3D modellərdə heç bir ifadə daşımır. Silirəm. 2D-də daha çox istifadə edirik və əlaqələndirmə üçün istifadə edirik. Məsələn, bu nöqtə ilə origin nöqtəmizi vertikal olaraq eyni hizaya gətirməyə çalışaq. Məsələn, bu iki nöqtəni seçək. Buradan make vertical deyirəm və artıq vertikal olaraq origin'dan heç bir yerə getmir. Vertikallıq olur. Bunu center line-la da etmək olur və center line-la etmək daha məsləhətlidir. Çünki gəlib kiçik ilişkini silmək daha çətin olur. Əgər kompleks bir 2D-niz varsa, amma center line-ı həmən seçib silə bilirsiniz. Əgər o əlaqəni silmək istəyirsinizsə, məsələn, gələk buradan center line-ı seçək. Bu nöqtə ilə bu nöqtəni birləşdirək. Daha sonra horizontal istəyiriksə horizontal, vertikal istəyiriksə vertikal klik edirik. Bu şəkildə kiçik pəncərə açılır yenə.
make vertical deyirik. Bu şəkildə əlaqə vermiş oluruq. Yenə məsələn, bu nöqtə ilə bu nöqtəni vertikallıq və horizontallıq vermək istəyirəm. Gəlib bunların ikisinə klik edib horizontal deyə bilərəm bu şəkildə və ya center line-dan yenə istifadə edə bilərəm. Gəlirəm, center line-a keçid edirəm. Bunların ikisini birləşdirirəm və bunlara horizontal deyirəm. Bu şəkildə əlaqə vermiş oluram. Bu dərsdə də deyəcəklərim bu qədər. Gələcəkdə skeçlərimizə davam etdiyimiz zaman, çəkimlərimizə davam etdiyimiz zaman daha geniş şəkildə bunlar nə işimizə yarayır, onları sizə göstərəcəm.